Değerli pasiyentlər, değerli kollegalar hətta. Niyə həkimləri də bura cəlb edib demək istəyirəm. Ola bilər fikrinizdən qaçar, ola bilər işiniz çox olar. Amma elə şeylər var ki, elə simptomlar var ki, yəni elə şikayətlər var ki xəstələrin. Onları eşidəndə mütləq çox xahiş edirəm. Yəni gecikdirməyin. Gastroskopiya müayinəsinə, yəni mədə zondundan xəstələri göndərin. Niyə? Bu gün xəstə gəlib 2 aydan 3 aydan çoxdur ki, o həkim ona göndərir, bu həkim buna göndərir. Halbuki xəstə yazı yalvarır da ki, yəni şikayətlərinə görə deyirəm ki, məni zonda göndər deyə. Xəstənin şikayətləri yemək yeyərkən yeməyin çətin keçməsi, qalma hissi, mənə gələndə xəstə artıq heç nə yeyə bilmir, xəstə qusur. Yəni girdim, baxdım, yəni xəstə mənim yanıma gələndə yaşlı da xəstədir. Heç kim deməyib ki, zonda get. Rentgenə get falan get. Rentgen də yazıb orada ki, nəsə daralma görürəm falan beşməkan. O da deməyib ki, get zond qardaş. Girib baxıram, qida borusunun irəli dərəcəli xərçəngi o dərəcə ki, mən nazik zondla qida borusundan o tərəfə, yəni mədəyə keçə bilmədim. Biopsiyaları götürdüm, çıxdım yəni. Çox xahiş edirəm, kollegalar dəyərli və sözsüz ki, pasiyentlər ətrafınızda, özünüzdə belə bir şikayət varsa gecikdirməyin. Nəsə qalma hissi, çətin udqunma və s. bu şikayətlər təəssüflər olsun ki, törəmə olma riskini artırır. Yəni, ona görə məsləhətdir ki, vaxtında bu müayinədən keçəsiniz. Təşəkkürlər, çox sağ olun. Diqqətinizə görə.